Bir daha axşamınız xeyir, dəyərli YouTube izləyiciləri. Hər birinizi xoş gördük. Sizinlə mənəm, xəbər bələdçiniz Orxan. Yeni xəbərlərlə qarşınızdayam. Deməli, gəlin xəbərlərimizə keçid alaq. Bakı şəhər əsaslı tikinti və təmir məhdud məsuliyyətli cəmiyyəti tender elan edib. Qafqaz Info banker Aza istinadən xəbər verir ki, tenderdə Nəsimi rayon 28 may küçəsindən Zerritis Carlton Baku otelinə qədər olan 12 ərazidə yeni istirahət parkının salınmasının layihə smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 2450.000 manatdır. Bu arada Gürcüstan Dəmir Yolları Azərbaycanla, yəni dəmir yolu əlaqəsinin bərpası ilə bağlı açıqlama veribdir. Bildirilib ki, hal-hazırda danışıqlar gedir və dəqiq tarix isə daha sonra açıqlanacaqdır. Aprel pensiyaları ödənildi. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, yaxın günlərdə Respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək deyə Dövlət Sosial Müdafiə Fondundan açıqlamada bildirilir. Hələ ki məndən bu qədər. Kanalıma abunə olun ki, yeni xəbərlərdən də xəbərdar olasınız. Sizinlə mən idim Orxan Ataliyev, xəbər bələdçiniz, jurnalist, bloger. Gecəniz xeyrə qalsın, sağ olun, salamat qalın.